Salam uşaqlar, hər birinizi salamlayıram. Bugün mən bir çox şagirdlərdə müşahidə etdiyim çətinlik çəkən bir məqam haqqında danışmaq istəyirəm. Bu nədir? İsmin halları ilə bağlı. Mən müşahidə edirəm ki, sizlər adlı kalı, yiyəli kalı və təhsilli yalı tapmaqda çox böyük problem yaşayırsınız. Yiyəli kal, bir də təhsilli yal. Öncədən deyim ki, yiyəli, təhsilli yal. Bu çox xırda bunun necə deyim, bir nöqtəsi var da, bir düyünü var. O düyünü tutdunuzsa, sizə çox sadə gəlir bu, çox elementar bir şey gəlir. Yəni özünüz belə təəccüb edirsiniz ki, mən bunu yaza bilmirdim. Amma onu tutmayana kimi sənə çox qəribə gəlir. Deyirsən bunu necə bilmək olur? Bu çox qarışıqdır axı. İndi bunun o nöqtəni tutma məqamını deyirəm. İlk öncə bilin ki, mənsup şəkli söz adlı qaldı olur. Mənsup şəkli sözü necə tapırıq? Və sənin burada mənsup şəkli varsa, və yazıram mənsubiyyət. Mənsubiyyət. Şəkilçili söz. Bunun əvvəlində yiyəli çallı söz var. Yiyəli çallı söz var. Yiyəli çallı söz mütləq özündən sonra mənsubiyyət tələb edir. Əgər yoxsa belə o buraxılıbsa, onu rahatlıqla bərpa edə bilirsən. Məsəl üçün deyirəm, bir dənə adlı qala nümunə deyim. Deyirəm ki, mənim anam. Mənim anam. Burada nədir? Mənim sözü yiyəlik haldadır. Yiyəlik. Anam sözü hansı haldadır? Mənsubiyyət şəkildə anam. Mənsubiyyət. Deməli, hansı haldadır? Adlıq halda. Mənsubiyyət şəkilçili söz adlıq halda olur. Görürsən, yiyəlik gəldi, sonra mənsubiyyət gəldi, oldu adlıq halda. Yiyəlik hal necə gəlir? Yiyəlik halın şəkilçisi undur. Bu da yiyəlik və qeyri-müəyyən yiyəlik var. Müəyyən yiyəlik halı rahatlığından tapırsınız. Tutaq ki, deyirəm kitabın üzü. Kitabın üzü. Nə bilim, qələmin ucu, dəftərin içi. Məsələn, bunları rahatlığından tapa bilirsən. Bizdə problem yaradan məsələ isə bunun qeyri-müəyyən yiyəlik halıdır. Kitab üzü olması məsələn. Kitab üzü. Kitab üzü. Bu qeyri-müəyyəndir. Bunu tapmaq üçün sən rahatlıqla bunun müəyyən yiyəlik halına çevirə bilirsən. Kitabın üzü. Və yaxud da tutaq ki, deyirəm körpə səsi. Deyirsən körpənin səsi. Bunu rahatlıqla çevirə bilirsən və deyirsən və özündən sonra mənsup şəkilçili söz gəlir. Burada şəkilçi olmur, bu isə mənsup şəkilçili söz olur. Bu olur qeyri-müəyyən yiyəlik hal. Təhsilli hal isə fiilin yanında işlənir. Tutaq ki, deyirəm kitab al. Burada deyirsən al. Nəyi? Kitabı. Gördün sən bu qeyri-müəyyən təhsilli haldır. Sən bunu avtomatik müəyyən təhsilli hala çevirib bilirsən ki, bu təhsilli haldadır. Bu əslində kitabı aldı da, bunun müəyyən təhsilli halı. Kitabı al. Amma bunu qeyri-müəyyən təhsilli halı şəkilçisi olmadığı üçün olub kitab al. Al. Nəyi? Kitabı. Görürsən, burada gizlənib. Yəni bu qeyri-müəyyən təhsilli halıdır. Və qeyri-müəyyən təhsilli hal fiilin yanında işlənir. Məsələn, indi bir dənə söz deyirəm. Deyirəm, onun kitabını aldım. Burada olan şəkilçilərə baxaq, buradan ilə başa düşəcəksiniz. Baxın, mənsubiyyət şəkilçili sözün əvvəlinə həm də öz, bu üç sözü əlavə edəcəksiniz. Öz, onun, sənin. Bu üç sözü əlavə edə bilirsən. Tutaq ki, yazıram kitabım, deyirsən öz kitabım. Və yaxud yazıram kitabı, deyirsən onun kitabı. Və yaxud yazıram kitabın məndədir yazım. Hər bir cümlədə yazaq, məndədir. Sənin kitabın. Əgər bu üç sözdən birini sən bunların əvvəlinə artıra bilirsənsə, məzmun pozulmursa, deməli bu söz nədir? Mənsubiyyət şəkilçisi var. Amma bir sözdə mənsubiyyət ola bilər, hal da ola bilər. Baxaq. Onun kitabı, in var və nədir? Özündən sonra mənsubiyyət tələb edib. Deməli, bu hansı haldadır? Yiyəlik halda. Yiyəliyi tapdıq. Yiyəlik haldadır. Axı, bunun özündən sonra mənsubiyyəti olmalıdır. Onun kitabı. Bax, bu ı var ha, bu mənsubiyyətdir. Kitabını aldım. Buradakı ı isə təsirli haldır. Deyirsən, görsən, feilin yanında yap. Deyirsən, nəyi aldım? Nəyi aldım? Kitabını. Bu da təsirli haldadır. Yekun olaraq bu sözdə həm mənsup şəkilçisi var, həm də təsirli hal şəkilçisi var. Ən sonuncu hansıdır? Təsirli hal. Deyirik ki, bu söz təsirli haldadır. Aydındır? Belə.